بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على رسول الله الأمين وعلى آله المعصومين سيدنا ومولانا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وعلى آله المعصومين المكرمين لا سيما الحجة روحي وأرواح العالمين لتراب مقدمه الفداء. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان اللعين الرجيم. يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. صدق الله العلي العظيم. Ağamız, sərvərimiz, imam-ı zamanımıza, cəddi evladı İmam Zeynul Abidinin şəhadət günü münasibətilə başsağlığı diliyirik. Allah qəlbimizin hüzünün, ağamızın hüzünlü və kədərli qəlbinə şərik eləsin. Allah bu cəmdə eləşənlərə, bu dünyada İmam Səccad əleyhissalamın ziyarətin, ahirətdə, üqbada şəfaətin nəsib eləsin. O Həzrətin qısaca həyatından bilirsiniz, sadəcə xatırlatmağı özümə borc bildim. İmam Zeynul Abidin və Səccad ləqəbidir, Adil Əlidir. Bildiyiniz kimi İmam Hüseyin əleyhissalamın 3 oğlu olub, üçünün də adı Əlidir. Böyük Əli, ortancıl Əli və kiçik Əli. Zeynul Abidin İmam Hüseyin əleyhissalamın ortancıl oğludur. Kərbəla hadisəsində 22 yaşı var idi. Allahın lütfi inayəti ilə ağa xəstə olub, o xəstəlik səbəbindən Allah onu hifz eləyib, qoruyub və Kərbəlada yeganə Əhl-i Beytin nümayəndələrindən sağ qalan, kişilərdən sağ qalan İmam Səccad əleyhissalamdır. Ki onun sağ qalması ilə Allahın Kərbəla hadisəsində bəşəriyyətə çatdırmaq istədiyi sözlər bütün insanların qulağına gəlib çatdı. Biz bugün Kərbəlanı əgər yad ediriksə, iki şəxsə borcluyuq. Biri İmam Zeynul Abidindir əleyhissalam, biri də Həzrəti xanım Zeynəb salamullah əleyhadır ki, bütün müsəlmanlar onlara qiyamətə qədər minnətdardırlar və qarşılarında baş əyirlər ki, bu gözəlliyi bizə çatdırıblar. İmam Zeynul Abidin əleyhissalamın həyatından fikir edirəm, sonuncu məclisimizdə mən işarə eləmişdim, danışmışdım və cümədə də bəzi məsələlərə işarə eləmişdim. Cərcür edib, yığcamlaşdırıb bir-iki söz deyəcəm. İnşallah ki, Seyid qardaşımız buradadır. İstəyirəm elə əzadarlığa vaxt daha çox ayıraq və mən də qısa fikrimi istəyirəm sizə çatdırım. Hər bir insanın şəxsiyyətin, kimliyin 3 rabitə müəyyən eləyir. 3 rabitə bir şəxsin necə insan olmasın, necə şəxsiyyət olmasın göstərir. Göstərici 3 rabitədir. Birincisi Allahla rabitə. Əgər bir insan yaxşı və ya pis olmasına dəlalət edən birinci hal, əsas amil Allahın bəndəsidir yoxsa yox. Allahla əlaqəsi necədir? Allahla danışığı necədir? Biz namaz qılmaqdan danışmırıq, ha? Namaz qılmaq işin bir tərəfidir. Ümumiyyətlə, Allahla rabitəsi necədir? Allah bu insanın həyatında hansı dərəcədədir? Allah insanın həyatında hansı hissədədirsə, insanın dəyəri onunla kəşf olur. İmam Zeynul Abidin əleyhissalamın həyatına, mən qısa nümunələri İmamın həyatından istəyirəm deyəm. İmam Zeynul Abidin əleyhissalamın həyatına baxanda görürük ki, Allahla rabitəsi çox yüksək həddədir. Yəni, Zeynul Abidin, ibadət edənlərin zinəti, Seyyidus Sacidin, səcdə edənlərin ağası, Səccad, bu ləqəbləri Həzrətə dövrün insanları verib. Dövrün insanları verib və dövrün insanları ilə yanaşı məsum olan kəslər bu sözlərlə, bu adlarla Həzrətə xitab ediblər. Yəni, çox səcdə edən, biz namazdan namaza səcdə edirik.
Namazdan namaza səzdə edirik. Ya da ki, vacibi səzdəsi, Quran ayəsi eşidəndə səzdə edirik. Biz deyəndə özümü nəzərdə tuturam. Yəni, səzdəni bu anlamda başa düşürük ki, namazda səzdə. Səzdə, yəni İmam Səccad çox səzdə edəndir. Bu nə qədər səzdə eləyib, namazı nə qədər uzadıb ki, bu səzdə edən sayılır. Məsələ burasındadır ki, Allaha hər vaxt bir sözü olanda imam bir səzdəyə gedərmiş. Namazdan namaza səzdəyə getməklə səccad olmur adam. Müstəhəbdir elə, insan dua eləyəndə bəndənin Allaha ən yaxın halı, insanın Allah qarşısında xuzu və xuşu halında olduğu zamandır. İnsan səcdəyə getdiyi zaman bütün təkəbbürlülüyün, bütün kibrin, bütün nifaqın, bütün pisliklərin öz içində özünü xar eləyir. Öz mübarək yaradanının qarşısında təzim əlamət olaraq alnını torpağa qoyur. İnsanın bütün kibri, bütün mənəmsiliyi, bütün təkəbbürlülüyü sınır. Ona görə deyirlər ki, səcdə Allaha bəndənin ən yaxın halıdır. Hətta hədisdə var, Peyğəmbərimiz buyurur ki, kim istəyir qiyamət üçün ona şəfaət edim, səzdəsini çox atsın. Yəni, Həzrət nə istəyir bizdən? Həzrət istəyir ki, biz gələk o hala çataq ki, Allahın qarşısında təzərrü edək, xuşu halında olaq. Allahın qarşısında acizliyimizi izhar eləyək. Nəinki təkəbbürlülüklə. Ola bilər bir adam namaz qılsın və təkəbbürlüdür də. Elə xaliqə qarşı da təkəbbürlüdür. O qədər insan var, namaz qılır, ibadət edir. Nə olsun? Kibri içəridədir. Ətrafdakı kibirdən danışmıram, başqasına təkəbbür eləməkdən danışmıram. Elə ibadətdə Allaha kibri var. Quran deyir ki, bəziləri təkəbbürdən dua eləmir. Yəstəkbirunə ən ibadəti. Bəziləri təkəbbürlülükdən məndən üz çevirir, ibadətimdən üz çevirir. Təfsirdə var, ibadətdən məqsəd orada duadır. Allah ki, duaya dəvət edir insanları. Sonra buyurur ki, bəziləri təkəbbürlükdən dua eləmir, istəmir. Allahdan istəməyi özünə rəva bilmir. Məni yaradıb, məni dünyaya gətiribsə, məni var eləyibsə, mənim istəklərimi də verməlidir. Mən ondan niyə istəyim? Baxın, İmam Səccad əleyhissalam deyir, hər bir şeydə, hər an, hətta bir nemətin təşəkkürün eləmək üçün belə səzdəyə gedərdir. Hər hansı bir neməti xatırlayanda müstəhəbdir. İnsan bir nemətin şükrü içində namazdan sonra da birisi 7 dəfə şükrən lillah müstəhəbdir ki, insan Allahın ona verdikləri neməti bir-bir, onların hər birini deyəndə müəyyən nemətləri xatırlayaraq Allaha təşəkkür eləsin. Onu harada demək gözəldir? Görsən, bir səzdədə demək daha gözəldir. Bəs duanı səzdədə etmək, Allahla razı niyaz edəndə səzdədə etmək, Allahla münacat eləyəndə səzdə halında olmaq, Allaha şükür edərkən səzdə halında olmaq bəyənir. İmam Zeynulabdin Səccaddır, yəni nəinki namazdakı səzdələri, Həzrət hər bir halda səzdəyə aşiq idi, səzdənin məftunu idi. Və eyni zamanda elə ibadət eləyirdi ki, dövrünün ən abid şəxsi olaraq tanınır, ən çox ibadət edən şəxsi olaraq. Özü də necə ibadət? Həqiqi ibadət. İmam Səccad əleyhissalamdan bir gün biri soruşdu ki, axı bu nə namazdır siz qılırsınız? Bəzən namazda əba düşür çiynimizdən, siz onu bir dənə belə düzəltmirsiniz. Hətta bir hədisdən oxumuşdum, İmam Səccad əleyhissalam namaz qıldığı evdə ocaqdan bir köz sıçrayır həsirin üstünə. Həsir başlayır yanmağa. Həzrət namazını kəsmir. Düzdür, şəriətimizdə neçə hal var istisna ki, namazı kəsə bilərsən. Bir də budur ki, canın, malın və sənə əmanət olan bir şəxsin həyatı təhlükə yaranarsa, namazı kəsə bilərsən. Bir Həzrət namazını davam edib qılıb və bu halları soruşurlar ondan. Elə birinci bundan deyim. Dedilər, ağa, ev yanırdı da namazı gərək saxlayaydınız. Axı bizim sizdən öyrənmişik. Həzrət buyurdu ki, məni ayrı bir od, ayrı bir atəş özünə məşğul eləmişdi. Onun heç fərqində olmamışam. Diqqət eləyin cümləyə. Məni deyir, elə bir od özünə cəzb eləmişdi ki, mən heç orada yanan həsrə diqqət eləməmişdim. Yəni, son dərəcə Allah qismət eləsin bizə o namazı. Heç olmasa bir rükətini qılaq da. Bir rükət o cür bir namaz qılaq.
Bu şəxs dünyada olmayıb. Yəni namaz qılanda o həqiqi namazın vəsfi ki var, deyir ki, namaz qılanda gəlib öləsin. Necə ölü heç nə fikirləşə bilməz, necə ölü hərəkət eləyə bilməz, necə ölü riyakarlıq eləyə bilməz, necə ölü təkəbbürlülük eləyə bilməz, ölü heç eləyənməz ki. Deyir, gərək namazda öləsən. Öləsən, namaz bitəndə diriləsən. Bunun bu sözü deyib Seyyid Həddad, ariflərin ustadı, Allah rəhmət eləsin. Seyyid Həddadda deyirlər ki, ağa, necə eləyək huzuru gəlib tapır? O dedi, gərək namazda öləsən. Ölü olasan. Yəni özü, bəzi adamlar var, indi burada mərhələ-mərhələdir də, söz uzanır, mən burada qalıram, çox sözün üstə qalmaq istəmirəm. Bəzi adamlar var, elə istəyir ki, Allah nə olar, o dediyimi heç olmasa başa düşün. Bəzi adamlar var, buna cəhd eləyir. Yəni, konkret namaz qılır, Bismillahirrahmanirrahim, elhamdülillah, Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu, bilmədi ki, burada nə dedi. Sözlərin heç birinin mənasını fərqində deyil. Bu lap ibtidai mərhələsidir, çox ağır mərhələsidir. İndi bir dəstə çalışır ki, sözlərin mənasına fikir versin. Yaxşı, bu birinciyə nisbətdə yaxşıdır, bəyənilir. Bir dəstə var, sözün həqiqətinin mənasında başlayır təfəkkür eləməyə ki, sırat-əl müstəqim nədir? Mən Allaha deyirəm ki, ihdina sırat-əl. Sırat-əl müstəqimin təfsirdə keçən mənaların fikirləşir. Bir gün dərsdə Seyyid Həddad, Seyyid Murtəza Mütəhərridən soruşur. Deyir ki, necə namaz qılırsınız? Seyyid Murtəza Mütəhərri belə cavab verir. Murtəza Mütəhərri belə cavab verir. Deyir ki, namazda biz əvvəldən axıra qədər bütün sözlərin bir-bir mənasına diqqət edərək namaz qılır. İstəyir bundan bir əhsən alsın, çox sağ ol desin buna, desin bəh-bəh nə gözəl. Bir də bu da Seyyid Həddaddirsa, Seyyid Həddada bu söz keçməz axı. Deyir, Seyyid Həddad baxdı buna gülümsədi, dedi, bəs namazı açan qılırsan. Sən sözlə oynayırsan. İndi Allah bizə yetirsin o dərəcə. Yəni, o qədər şirin nemətlər var bu namazın içərisində. Biz elə qıldıq, bitirdik, yekunlaşdırdıq. Yəni, İmam Səccaddan danışasan namazdan başqa bir mövzuya adam keçə bilmir. O qədər gözəl nemətlər var bu namazın içində. Yəni, bir adama deyirlər, dediyin sözün heç olmasa fərqinə var. Amma o da nəhayət hədəfdir. Nəhayət hədəf odur ki, sən elə tərcüməsin biləsən dediyin. Nəhayət hədəf odur, sən təfsirin başa düşəsən, oxuya-oxuya. Nəhayət hədəf budur ki, sən öləsən namaz qılanda. Da sözdən də çıxasan, təfsirdən də çıxasan, mənadan da çıxasan, əriyəsən Allahın qarşısında. Bir hala qalasan ki, ayağından oxu çəkərlər, hiss eləməyəsən. Evində od başlaya yanmağa hiss eləməyəsən. Səni çağıralar, hiss eləməyəsən. Allah haçan qılacaq biz o namazı? Haçan o səzdəni biz eləyəcək ki, bizi çağıralar, bizi eşitməyək. Bizim telefonumuza zəng gəlsin, biz bilməyək ki, bizə zəng gəlir. Bizə telefonumuza yox, cərgənin axırındakı bir dənə asqırır, biz az qalırıq deyək ona ki, sağlam ol. O qədər həssasıq səsə, barədə küləkin qalxmağını hiss edirik, yağışın yağmağını hiss edirik. Yəni, bu mənfi haldır bizim üçün. O namaz üçün mənfi haldır. Və sözümü gəlirəm o yerə çatdırıram. İmam Səccad əleyhissalamdan soruşdu ki, ağa, bu nə namazda siz qılırsınız? Yəni, bu namazın başına bu oyunu niyə açırsınız da siz həddən artıq namazın içində aludəsizsiniz bu namaza? Həzrət bir dənə cavab verdi. Dedi, Allahın Peyğəmbəri buyurur ki, namazda nə qədər hüzuru qəlb tapmısan, o miqdarını Allah qəbul edir. Qalanı ilə işi yoxdur. Haşa, bu sözüm, yəni belə namaza, ümumi olaraq bu sözü bütün namaz qılanlara şamil olunmur. Yəni bunu deyim. Allah qəbul eləsin də qılırıq. Amma istəyirsən o namazı qılasan ki, od düşsün, alov düşsün, hiss eləməyəsən, bu tərifi budur. Bir namazın o miqdarını Allah qəbul eləyir. O miqdarın ki, orada sən özündə olmamısan. Allahın eşqində, Allahın huzurunda dayanmağın. İmam Həsən əleyhissalam dəstəmaz alanda rəngi saralırdı, sarı,
payız xəzan yarpağına dönürdü rəngi. Deyirlər, ağa, nəsə narahatçılığın var, bəlkə sən namazı sən qılmayasan, nə bilim, gedəsən evə, nəsə xidmətində ola, qulluq elə. Həzrət buyurdu ki, yox, mən elə indidən başlamışam vəhşətə düşməyə, dəstəmaz alıram. Mən başa düşürəm ki, indi kimin huzuruna çıxıb kimlə danışacağam. Bax, namazın əsas qazanc hissəsi buradadır. Yəni, bunu başa düşən insan o namazı qıla biləcək. Kimlə danışıram? Və bu kimlə danışıram? Gəlir yaradanı tapmaq, yaradana mərifət tapmaq, Allahı tanımaq. Və ma xələqtullaha əzzə və cəllə əl-ibadə illa liyərifu. İmam Hüseyin ağa buyurdu ki, əleyhissalatu vesselam, Allah insanları ona görə yarattı ki, insanlar Allahı tanısın. Bu qədər sadədir bu cümlə. Allahı tanıyasız deyə bir hədisi qüdsüdədir bu. Deyir ki, Allah deyir ki, mən bir xəzinə idim, istədim tapılan insanı yarattım ki, məni tanısın, tapsın. O miqdar ki, insan ibadətində gəlib Allaha mərifətin tapsa, mərifətlə namaz qılsa, insan danışdığı şəxsin kimliyin biləndə diyaloqu, diskursiyası fərqli olur. Bu belədir də. Məsələn, bir adam fəhlə ilə danışır. O fikirləşə danışmayacaq. Elə necə gəldi danışacaq, ağzından nə cümlə gəldi çıxardacaq, rusca, ingiliscə, azərbaycanca, atalar sözü falan, nə gəldi deyəcək. Heç çəkinməyəcək də. Səhv də desə bir sözü dönüb təkrar da eləməyəcək. Niyə? Çünki qarşısındakı məsələn fəhlədir. Gəlib ondan iş danışsın, götürsün, aparsın, işləsin. Onun müftədasına, xəbərinə, tamamlığına, zərfinə, nə bilim falan cümlənin quruluşuna baxmır ki. Amma indi bir adam gəlib, həyat, ölüm, dirim məsələsidir. Həkimlə danışır. Elə bir məsələdir ki, ya bu olmalıdır əməliyyatda sağ qalacaq, öləcək. Nə qədər özün cəmləyir, nə qədər özün toparlayır. Həkimə deyir, onu bir də. Belədir də real həyatda. Niyə bunu biz ciddi önəm veririk? Çünki mövzu bizim üçün ciddidir. Bax, Allah haçan bizim üçün ciddi olacaq, bizə də deməyə ehtiyac yoxdur ki, qardaş, bir dənə oxuduğun o ayənin tərcüməsinə bax. Necə o xəstəlik bizim üçün qorxuludur, vahiməlidir və həyat, məmat məsələsidir. Gəlirik ki, sən Allah. Adam var, həkimlə danışanda səs yazanı da qoyur ora ki, birdən yadımdan çıxan olar, gəlib 5 dəfə də o evdə ona qulaq asır ki, görün burada nədədir, bəlkə mən gözdən, diqqətdən qaçırmışam. Fikrimi çatdıra bilim də sizə. Bax, məsələ budur. Mərifət olsa, mövzuya, şəxsə mərifət olsa, insan son dərəcə diqqətli olur. Deməli, imam ki, bu cür namaz qılır, məlum məsələdir, imamdır da, imam son dərəcə kimlə danışır, necə danışır, nə danışmaq lazımdır. Ona görə Allah bizi bunlara istiqamətləndirir. Allah bizi şəxsiyyətpərəst eləməyir. Çox adam deyir ki, siz Əli, Həsən, Hüseyin deyib, siz şəxsiyyətpərəstliyə gedirsiniz. Deyir ki, yox qardaş, bizi Allah bıraxsa öz başımıza, biz taxtaya da, daşa da Allah deyən adamıq biz. Biz nəyə desən səcdə eləyərik? 2 vır 2-dir bizi allatmaq. 7 milyard, çoxalıb da 8 milyard insan var yeryüzündə. Bunun neçə milyardı həqiqi məbudunu tapa bilir? Milyard yarımı. Biraz da pay verirəm üstündə 2 milyardı. Və qalan 6 milyardı neynir? 6 milyard Allahsız neynir yeryüzündə? Elə bu 2 milyardı arayırsan, saxlayırsan, məzhəblərin içindən bircə seçirsən, çıxardırsan, neçə milyon qalır ya qalmır. Yaxşı. Bax, bu mərifət olanda, tanışlıq olanda, kimlə danışırsan, o öz səmərəsini göstərir. İmam Səccad əleyhissalam belə bir şəxsdir. Belə bir şəxsdir ki, Aşura günü o müsibətlər başına gələn insan, Aşura gecəsi gecə namazların qəzaya verməyiblər. Gecə namazların qəzaya verməyiblər. Özünüz fikirləşin. İmam Hüseyin əleyhissalam vida eləyəndə Həzrəti Zeynəb salamullah aleyhaya bunu dedi. Ya uxta, la tənsini fi nafilətəl leyl.
Bacıcan, məni gecə namazının duasında, qunutunda 40 nəfər üçün dua edirsən, məni Hüseyni orada həmişə yad elə. Yəni İmam Hüseyin istəyir desin ki, biz bir ailəyik ki, Allahın məhəbbəti ilə bizim xəmirimiz yoğrulur. Elə bilməsin insanlar ki, bu hadisə bizi Allaha qarşı bədbin elədi. Elə bilməsin insanlar ki, bu hadisə bizim namazımıza təsir eləyəcək, bizim duamıza təsir eləyəcək. Xeyr, əsla, əksinə daha da yüksələcək. Daha da Allahla rabitəmiz möhkəm. İmam Səccad başına o qədər müsibət, bütün əzizlərini itirmiş bir insan. 34 il yaşayıb Kərbəla hadisəsindən sonra. Baxın onun dualarına, baxın onun namazına, baxın onun ziyarətnamələrinə. Baxırsan, başdan ayağa irfandır, eşqdir, Allaha qəlbindəki bağlılığının əzəmətini göstərir. Deməli, əzəmətli şəxsə bəla gəldikcə daha da əzəmətli eləyir. Amma məni kimi sıradan bir insana bir dənə balaca çətinlik gələndə namaz getdi. Ən azından qəzaya verməsəm də bir 3-4 saat vaxtımdan keçirdib qılıram. Əgər insafım olsa. İnsafım olmasa tərpə etmirəm də. Deyirəm, elə qalıb. Mənim gör başıma nə gəlib? Namazdır da gözləsin də. Gör mənim başıma nə gəlib? Bu qədər çətinliyin içində namaz yada düşər. Daha biz, Allah səni niyə yönləndirib bu şəxsiyyətlərə? Allah yönləndirib ki, bax, namazından istəyirsən nümunə götür, həccindən istəyirsən nümunə götür, duadan istəyirsən nümunə götür. Allahla elə danışıblar, İmam Səccad əleyhissalam elə yalvarır Allaha, elə Səhifə-i Səccadiyyədə elə sözlər var, desən ki, İmam yeryüzünün ən böyük günahkarıdır. Allah bunları məsum qərar verib, amma bunlar özləri məsum kimi göstərməyiblər. Yəni, o kibri, təkəbbürlülüyün özlərində büruz eləməyiblər ki, Allah biz günahsızıq da, yox, çəkilirlər xəlvətə, özləri məsum bilməyiblər. Dua eləyəndə, Allahla danışanda heç bir peyğəmbər, imam özün məsum simasında təqdim eləməyib. Baxın Qurana. Quran doludur peyğəmbərlərin Allahla razı niyaz. Rəbbənə zələmnə ənfusana və in ləm təğfir lənə və tərhəmnə lənəkunənnə min. Allah biz zülm elədik özümüzə, biz günah elədik, həddimizi açdıq, bizi bağışdan olsun, biz ziyana uğrayacağıq. Rəbbənə əfriq ələynə sər. Allah bizi əff elə, bağışla, və'fu ənna, vəğfir lənə. Keç bizim üçün. Bunu kim deyir? Allahın nəbisi, peyğəmbəridir. Allahın nəbisidir, günahsızdır, amma özün günahsız bilmir. Biz günahkarıq, amma özümüzü günahkar bilmirik. Özümüzü hər kəsdən pak bilirik, hər kəsdən təmiz bilirik. Hətta bunu da deyim, yekunlaşdırıram. Zəhmətə gedib bir məsələn, deyirsən orada ki, Allah günahlarını bağışlasın. Belə dönüb sənə acıqlı-acıqlı da baxırlar. And olsun Allaha baxırlar. Onu hər yerdə deyə bilmirik. Siz təsəvvür eləyin. Deyirik ki, Allah günahlarını bağışlasın. Bəyə neyi vardı bunun günahı var yəni. Bax, məsum yaranmış şəxs Allahla danışanda yeryüzünün ən günahkar şəxsi kimi danışır. Yeryüzünün ən günahkarları Allahla danışanda ən məsum insan kimi rəftar edir. Deyir Allah, baxır özünə sağına sonra, deyir, mənim heç nə yox. İmam Səccad əleyhissalamdan ala biləcəyimiz, düşünürəm, ən gözəl dərs Allaha olan eşqi, ibadəti, bəndəliyidir. Allah bizi, Allaha həqiqi bəndə olanlardan qərar versin inşallah. Bundan artıq sizi yormuram, Seyyidimizə söz verirəm. Muhammed Ali Muhammedin nur-u cəmal-ı kəmallarına, ağamız İmam-ı Zamanın zuhurundakı təcilə salavat edəyədir.